Değerli izləyicilərim, sizə İtalyan şokoladından yeyə, İtalyan üslubunda klassik tərzdə bir mənzil təqdim edəcəm icazənizlə. Məncə siz hamınız çox məmnun olacaqsınız bu mənzilə baxdıqda. Çünki burada hər kəsin axtardığı, gözünü axtardığı hər bir gözəlliyi tapa bilərsiniz. Həm yerləşmə yeri, həm mənzilin özü, həm balkonlardan olan görünüşlər, hər şey bir-birini o qədər tamamlayır, o qədər insana həzz verir ki, bunun indən sonraki sahibi hər zaman mənə və ev sahibinə sağ ol deyəcək ki, belə bir mənzil satdığı Tural Əfəndi də vasitəçi oldu. Bəli, söhbət 370 kvadratlıq 5 otaqlı bir mənzildən gedir. Mənzilin zal otağından sizə çıxış edirəm. Bura elə bir proyektdə düşünülüb ki, yemək nahar masası, zonası. O gördüyünüz hissədə əyləşmək, istirahət, televizor baxmaq üçün bir güşədir. Mənzilin detallarını keçdikdə isə sizə yalnızca və yalnız onu deyə bilərəm ki, bu mənzilin sahibi təmirdə bilirsiniz necə yaxşı mənada hoqqa çıxarıb. Arxa fonda gördüyünüz, yəni arxa gördüyümüz divar üzlüyü Vertu'nun üz qabığının materialıdır. Yəni bəlkə də bu videoda nə anlama gəldiyi bilinmir, başa düşülmür, amma reallıqda onu demək olar, yəni başa düşərlər. Bu gördüyünüz bu mənzilin mebeli hamısı məşhur brend olan Zegna'dandır. Hal-hazırda da satışda var. Qiyməti olduqca çox yüksəkdir. Bu mənzildə qalır. Bu mənzilin üzərində yəni verilir. Buradan özləri demişkən yeni mənzilə sadəcə özəl əşyalarını götürüb gedəcəklər. Ona görə də detallara toxunuram ki, biləsiniz ki, bu evdə gördüyümüz hər şey bu mənzilin zövqünə görə düzəlib və mənzilin içində qalır. Mənzilin 4-5 eyvanı var. Bir ikisini göstərəcəm. Şəhərə olan baxışları görəsiniz. Bura sirkin arxasındakı binadır. Xarici Dillər Universiteti hamınız tanıyırsınız da, onun qarşısında olan yeni tikili 20 mərtəbəli binanın 16-cı mərtəbəsində 370 kvadrat cəmi cümlətanı 2 mənzil birləşməsi və blokda bu evdən başqa savayı 2 dənə qonşu var. O da biri uzun illərdir yaşamır. Demək olar ki, 2-3 lift ancaq sənə xidmət edəcək komfortuna görə. Hər şey düşünülübdür. İndi adəti üzrə mən sizə bir-bir otaqları keçid eləyim, otaqları görsədim. Bura dəhliz hissəsidir. Sağda paltar şkafıdır. Bu gördüyünüz hissə isti poldur. Bura isə çamaşır otağıdır. Mən işığı yandırmaq istəyirəm sizin üçün, amma deyəsən tapa bilmirəm. Bura geniş bir mətbəx, zal. Yəni bu zal mətbəx olduğuna görə Allah hamıya qismət eləsin, belə bir geniş mənzil. O zal otağı heç istifadə ancaq qonaqlar, ağsaqqallar gələndən gələnə olur. Ona görə təptəzə qalıb burada hər şey. Bu geniş bir mətbəx, zal bir yerdə, mətbəx mebelinə baxın, elektronikalarına baxın, yer yenə isti döşəmədir. Bu gördüyünüz mənzildə bu hissələrdən əlavə hər bir yer palıdın paraketidir əzizləyicilər. Eyvanı mən sizə görsədim, mətbəxin. Bütün eyvanlar təmir olunub. Bütün eyvanlarda olan hər bir detallara qədər paltar asmaq üçün, yəni buna qədər hamısı qoyulub. Cam balkondur və bağlanıb olan baxışlardır buradan. Burada bilirsiniz də park salınır. Hal-hazırda park səviyyə təsdiq eləyib. Burada iş gedir. Möhtəşəm bir park salırlar burada. İndi növbəti otağa keçək. O otağa baxaq. Bu otaq yataq otağıdır. Otağın daxilində hamam otağı da var. Qaydrob otağı da var. Balkonu da var əzizləyicilər. Genişliyi də ki, böyüklüyünü özünüz görürsünüz də. Burada mebellər var. Amma yenə də buna baxmayaraq, görün nə boyda böyüdür. Bu hamam otağıdır. Bütün təmirdə olan, istifadə olan material hamısı İtaliya, Kasamiya aiddir. Burada bir balkon, onu göstərmirəm. Keçək sizə qayıdıb otağını göstərdim. Yəni xanımları Fendində göstərdim.
Hamva ən slab yerində Fendi, Gucci. Bax, bura qardirob otağıdır və burada yəni balkona çıxışımız var. Birbaşa bu hissədən baxır sirkin arxasına. Kameraman bir dənə görsəd oranı. Sirkin arxası və Səmədirovun küçəsi. İndi növbəti otaqlara keçək. Bu hissə isə uşaqların otaqlarına ayrılır. Burada ümumi hamam otağı salınıb. Uşaqlar üçün bir otaq. Hər otağında özünə məxsus gördüyünüz kimi mebelləri, kondisioneri, televizoru, şkafları, yəni hazır dolu bir evdir. Burada növbəti bir uşaq otağıdır. Növbəti uşaq otağını sizə təqdim edirəm. Mənzilin üzərində bir maşınlı qaraj da hədiyyə olunur və hər bir şey, əşyalar da hədiyyə olunur. Bir ikisinin markanın, brendin adını çəkdim sizə, amma burada çox brendləri var. Onları da sürpriz saxladım ki, gələndə maraqlı olsun sizə deyəndə. Postun, yəni videonun altında qiyməti qeyd eləmişəm, hörmətli izləyicilər. Kimə maraqlı gəldisə bu mənzil, mənimlə əlaqə saxlasın, buyursun, dəvət eləyək, gəlsin, baxsın. Sağ olun, var olun.